Salam hörmətli izləyicilərim. Hazırda böyrək daşı ilə bir xəstəmiz yenə də müraciət edib. Uşaq sancıran oğlum sizdə nə oldu? Ağrılarla başladı. Sancı. Ürək bulanman var mı? Qusma, soyuq tər, ölüm qorxusu. Elə bil sənə bu dəqiqə nəsə olacaq. Sidiyə də tam çıxmırsan. Deməli, blok olunub böyrək daşla, çox böyük bir daş düşüb kanala. Hazırda biz ilk yardım elədik, xəstə sidiyə getdi. Halbuki dünəndən gedə bilmirdi, elə deyilmi oğlum? Dünəndən gedə bilmirdi. Dünəndən gedə bilmirdi. Hazırda sidiyə getdi ilk yardımdan sonra və indi böyrəyi göstərəcəm, diqqətlə baxaq. Böyrək ki, bu daş, içərisində də konkrement var, görürsünüz. Bax, konkrementlər və böyrək blok olunub. Bayaq bundan da çox sidik var idi. Çox güman biz o daşı kanalın yuxarı üçdə birində idi. Bax, bu gördüyünüz sidikdir. Bayaq bütün ləyəni əhatə eləmişdi. Bu gördüyünüz isə orada qalan daşdır. Böyrəyin içərisində təxminən 8 mm daş durur və bayaqları axarda olan daşımız parçalanıb hissəvi qalıb. Bax, bu bayaqları daha böyük idi, 9 mm bir qırıq düşüb də ondan 8 mm indi hal-hazırda görünür və bunu da salacağıq biz inşallah.